İnsan sözün əsl mənasında ləzzətpərəst olsa, insan elə Allahpərəstdir. Çünki ləzzət Allahın elə bir xüsusiyyətidir, ən başlıca xüsusiyyətidir. Çünki bizə nisbətdə, yəni, mən yaratmışam ləzzət vermək üçün, feyz vermək üçün. Gedin soruşun fəlsəfə və irfan alimlərindən bunu təsdiq eləyərlər. Ona görə də halal ləzzət, haram ləzzət anlayışı yoxdur. Haramda ləzzət yoxdur dinən. Sənin axtardığı tapa bilməyəcəksən. Haram ləzzət nə deməkdir? Halal ləzzət üçün yaranmısan, amma ləzzətin dalıca düş, axıra qədər get, gör sənə nə çox ləzzət verir, onun dalıca düş. Nəyəsə İslam ləzzəti qadağan edirsə, o ləzzət deyil. Başa salmaq istəyir ki, sənin əsl ləzzətə çatmağına mane olan ləzzətlər var ki, adı ləzzətdir, ondan imtina eləməkdir. Yoxsa haram ləzzət anlayışı yoxdur. Biz gəlin elə bir mədəniyyət formalaşdıraq, ən azı buradan başlayaq bu Məhərrəm ayında. Ki, o mədəniyyət öz daxilimizdən, özümüzdən bizi xəbərdar eləsin. Görək qəlbimizdən nə xəbər var, özümüzdən xəbərdar olaq. Özümüzə gələk, dilləri özüvə gəl, kişi. Doğrudan da özüvə gəl, insan. Bugün dünyaya müraciət eləsən, mən deyərəm insan, heç nə lazım deyil. Din seç, nə seç, haqq din, batil din. Dinən ki, insan özüvə gəl, özünü mütaliə elə, öz içivə baş vur, gör nə istəyirsən, cavabını tapacaqsan. Bu mövzu təkcə dini mövzu deyil. Bu insanlıq mövzusudur. Dünyanın hər yerində bunu danışsan, insanları cəzb eləyəcəksən. Bu insaniyyət mövzusudur.